Naxçıvanda 7 yaşlı uşaq kanalda batıb. Hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangiroğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Elmir Qurbanov tanınmış musiqiçi, prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur. Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü.